Abu Hureyra rəvayət edir ki, Allah elçisi ona Allahın salavatı və salamı olsun demişdir. Allah cənnəti yaradanda Cəbrailə buyurdu, get ora bax. O da gedib ora baxdı. Sonra qayıdıb dedi, ey Rəbbim, İzzətinə and olsun ki, onun haqqında eşidən hər kəs ora daxil olacaq. Sonra Allah onu çətinliklərlə əhatə etdi və buyurdu, ey Cəbrail, ged ora bax. O da gedib ora baxdı. Sonra qayıdıb dedi, ey Rəbbim, İzzətinə and olsun ki, heç kimin ora daxil ola bilməyəcəyindən qorxdum. Allah cəhənnəmi yaradanda isə buyurdu, ey Cəbrail, ged ora bax. O da gedib ora baxdı. Sonra qayıdıb dedi, ey Rəbbim, İzzətinə and olsun ki, onu eşidən heç bir kəs ora daxil olmaz. Sonra Allah onu şəhvətlərlə əhatə etdi və buyurdu, ey Cəbrail, ged ora bax. O da gedib ora baxdı. Sonra qayıdıb dedi, ey Rəbbim, İzzətinə and olsun ki, hər kəsin ora daxil olacağından qorxdum. Abu Davud 4119-cu hədis.